Bismillahirrahmanirrahim və bihi nəstəin və həvə xeyrun nasirin və mu'in və sallillahumma ala seyyidina Muhammedin və alihi tahirin. Allahümmə salli ala Muhammed və ali Muhammed. Allahümmə accil li veliyyikəl fərəc. Allah təbarəki və teala hər bir günümüzü xeyirli qərar versin inşallah teala. Bərəkətli olsun. Allah ömrümüzü nurani və Əhl-i Beyt əleyhimussalamın arzularına uyğun şəkildə yaşamağı hamımıza nəsib eləsin inşallah. Əziz möminlər, möhtərəm əzizlər, mövzumuz səbir haqqındadır. Səbir mövzusu barədədir. Səbir insan yaşayışının və dinin ən mühüm nöqtəsi səbirdir. Səbir mövzusunda maksimum diqqətli olmaq vacib və zəruridir. İstənilən mövzuda, bütün sahələrdə səbir lazımdır. Elə bir sahə yoxdur ki, səbir orada böyük bəlaların qarşısını almasın. Xahiş edirəm, ürəklə gözəl qulaq asın. Səbrin əksi ya qəzəbdir, ya da ehtirasdır. Həm qəzəb, həm də ehtiras qarşıya gəldikdə ağıl postu tərk edir. Ağıl artıq orada olmur. Ağlın olmadığı yerdə mütləq fəlakət, bəla, təhlükə, qətl, fəsad, iyrənclik və günah olar. Ağıl olmayan yerdə. Buna görə də əziz mömin, dinimizdə səbir ən çox qabardılmış mövzulardandır, məsələdir və bütün sahələrdə başda olmalıdır ki, hədislərə əsasən. Hər kəs səbirli olmağı bacara bilər. Mənə diqqətlə qulaq asın, möhtərəm insanlar. Hər kəs, hamı səbirli olmağı bacara bilər. Səbirsiz olmaq insan iradəsinin xaricində deyil. Belə bir şey yoxdur ki, mən bacarmıram, səbirli ola bilmirəm, mənim iradəmin xaricindədir. Belə bir şey yoxdur. Sadəcə məşq, təlim, qəzəbi bastırma məşqləri lazımdır və tədricən, ümumiyyətlə, biz bilirik ki, nəfsi hər cürə əhilləşdirmə mümkündür. Nəfsi hər cürə əhilləşdirə bilərik. Və bu insanın əlindədir. İnsan bunu yerinə yetirə bilər. Hər dəfə qəzəb qarşıya gəldikdə insan özünə söz versə ki, özümü saxlayacağam, səbirli olacağam, həmin bu hər dəfələr, hər təkrarlanma zamanla adət halına çevrilir və onun idarəçiliyi tam insanın əlində olur. Yəni, hər dəfə bunu tətbiq etdikdə, hər dəfə səbrinin, qəzəbinin qarşısını aldıqda, səbirli olduqda, məsumlar tərəfindən tövsiyə olunmuş budur ki, qəzəb gəldi, yəni əsəb gəldi, vəziyyəti dəyiş. Məsumlarımız özdə tam dəqiqdir. Yəni, bir dənə dərhal yerinə yetir, görəcəksən ki, doğrudan da keçdi getdi. Olduğun vəziyyəti dəyiş. İstənilən hərəkətlə vəziyyəti dəyiş əsəb gəldiyi vaxtda. Oturmusansa dur, durmusansa gəz. Ondan sonra və ya otur, su iç. Paltarı, hətta hədis var, bir haləm var da. İmam Cəfər Sadiq Əlisam deyir, hətta məsələn üstündə paltar varsa, tutalım, köynək varsa, əba varsa, indiki dillə desə ki, pencək varsa, hətta onu bir dənə çıxart qoy yerə, hərəkət elə, bir dəyiş vəziyyəti, ondan görəcəksən ki, sakitləşdin və aradan getdi. Möhtərəm əzizlər, demək mən bir neçə ayə və hədis oxuyacağam inşallah ard-arda. Sonra bu hədislərdən elədiyimiz çıxarışları sizin qulluğunuza çatdıracağım. Əvvəla bir Əsr surəsinə diqqət eləyək. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla vəl-əsr, and olsun əsrə, innəl insanə ləfi xusr. İnnəl insanə, yəni bütün insanlar ziyandadırlar, lakin 4 kateqoriyaya sahib olan insandan başqa. İlləl-ləzinə amenü və əmlus salihat və təvassav bil haqqi və təvassav bis səbr. İlləl-ləzinə amenü, iman gətirənlərdən başqa və əmlus salihat, salih əməllər yerinə yetirənlərdən başqa və təvassav bil haqqi, haqqa tərəf dəvət edənlərdən başqa və təvassav bis səbr və səbrə tərəf dəvət edənlərdən başqa ki, bu 4 dənə əslində düşünsək, yaxşı fikirləşsək, Allah bizə müvəffəqiyyət versə, bizə bütün insan yaşayışını Allah yığdı da bu cümlənin içinə ki, 4 xüsusiyyətə sahib olmasın, ziyankarsan. Yəni, diqqət elədiniz də, əziz insanlar, Allahın sözü sözlərin ən ağırıdır, Allahın sözü sözlərin ən böyüdür, Allahın sözü sözlərin ən yaxşısıdır. Bir cümlə ilə bütün həyatı, 150 il də yaşasan, bütün həyatı yığdı bir yerə. Ki, 4 kateqoriyaya, 4 xüsusiyyətə sahib olmasan, sən nəsən? Ziyankarlardansan.
bir, iman gətirmə xüsusiyyətin olmalıdır. İman əhli olmalısan. 2, yaxşılıqlarda öndə olmalısan. Yaxşılıqlar da insanlar özlərinə yaxşılıqlar təyin edirlər. İndi o da bir bəladır da. Adam hər kəsən öz-özü üçün bir iki dənə yaxşılıq təyin edib, onları eləyir. Daha bütün qalır, hamısı qıraqda, qalan şeylər qalır qıraqda. Böyük yaxşılıqlar var, nəysə. 3-cü, haqqa tərəf dəvət etmək və səbrə tərəf dəvət etmək. Bu 4 dənə xüsusi və bunlardan biri nə oldu? Səbir. Ki, mühüm məsələdir. İmtahanlar, indi mən neçə dənə ayə deyirəm və hədis də deyəcəyəm. Sonra inşallah çıxarışlarını eləyək. Demək, imtahanlar qarşısında səbirli olmaq. Mən bayaq dedim ki, hər sahədə səbir önəmlidir. Hər sahədə gələcək yavaş-yavaş. Ailədən tutmuş, məişətdən tutmuş, ictimai hər şey. Ali İmran ayə 186. Mallarınız və canlarınız barədə mütləq imtahan ediləcəksiniz. Mütləq sizdən əvvəl kitab verilmiş şəxslərdən, həmçinin müşriklərdən çoxlu cansıxıcı sözlər eşidəcəksiniz. Yahudilərdən, ondan sonra sözlərindən, hərəkətlərindən, müşriklərdən, indi müşrikin də donu çoxdur da, neçə cürdülər. Mütləq ürək sıxıcı sözlər eşidəcəksiniz. Əgər səbir və təqvaya sahib olsaz, bu həqiqətən böyük və əhəmiyyətli işlərdəndir. Ki, bu mühümdür. İnsan gərək imtahanlar müqabilində, imtahanlar qarşısında təqva və səbrə sahib olsun. 2. Düşmən müqabilində səbir. Müzzəmmil surəsi ayə 10. Onların dediklərinə səbr et və onlardan gözəl bir tərzdə uzaqlaş. Çünki ən gözəl əxlaqla uzaqlaşmaq belə sındırmağın ən pis formasıdır. Yəni, qarşı tərəfi, düşməni, əxlaqsızı, ədəbsizi görsən, deyir ki, təkəbbürlü adamın qabağında təkəbbür göstərmək ibadətdir, sənə savab yazılar. Amma bəzi yerlər var ki, gözəl şəkildə, əxlaqlı şəkildə onlardan üz döndər ki, onlar öz səhvlərini başa düşsünlər. Demək, onların dediklərinə səbr et və onlardan gözəl bir tərzdə uzaqlaş. Dinin təbliğində səbir. Qulaq asırsınız inşallah. Dinin təbliğində, dinin çatdırılmasında ki, əmr biməruf və nəhyəz münkər mühüm məsələlərdəndir və bizim boynumuzda fərzdir, vacibdir, namaz kimi vücub şərti var onun və bəzən bəzi insanlar eləmirlər əmr biməruf və nəhyəz münkər. Məsələn, kimisə düz yola dəvət eləmirlər. Bir dənə yoxdur ki, desin ki, mən filan kəsi namaz qıldırmışam, 10 nəfərə namaz qılmışam. Bəzi adamlar heç eləmir. Bəzi adamlar da eləyirlər, müəyyən bir müddətdən sonra artıq əsəbləşirlər, səbir gətirə bilmirlər, səbirsizlik eləyirlər, dözümsüzlük eləyirlər və bu işi axıra çatdıra bilmirlər. Ona görə Quran-ı Kərimdə buyurur Allah Təbarək və Teala, Rəbbivin hökmünə səbr et, çünki sən bizim gözümüzün önündəsən. Səbr et və mənim dinimə insanları, hökm burada Allahın dininə çatdırmaq mənasındadır. Sonra Kəhf surəsinin 28-ci ayəsində görün nə buyurur Müteala Allah? Səhər və axşam çağı Rəbbivin razılığını diləyərək ona dua edənlərlə birgə özünü səbirli apar. Səhər axşam nədir? Yəni həmişə, 24 saat, hər daim. Dünyanın bərbəzəyinə görə onlardan üç çevirmə. Yəni səbirli ol, səbir tələb edir Müteala Allah. Səbrin əcri nədir? Ən balacası cənnətdir. Ali İmran surəsi 142-ci ayədir. Yoxsa Allah içərinizdən cihad edənləri və səbr edənləri ayırt etmədən cənnətə daxil olacağınızı güman edirsinizmi? Səbr edənləri ayırmadan, ayırt eləmədən istəyirsiniz cənnətə daxil olasınız. İnşallah bir qəşəng qulaq asmağınız xatirinə, diqqətlə qulaq. Sən burada oturmağın tərzi, şəkli, qulaq asmağın, bunlar hamısı ibadət hesab olunur. Bir qəşəng qulaq asmaq xatirinə salavat deyək Peyğəmbərə. Allahümmə səllə alə Muhammed və Ali İmran surəsinin 200-cü ayəsində Müteala Allah buyurur ki, ey iman gətirənlər səbr edin, dözümlü olun, daima nəfsinizin keşiyində olun, Allahdan qorxun ki, bəlkə nicat tapasınız. Mühümdür, bax, nə qədər ayə var Quran-ı Kərimdə səbrə çatdıran ayələrdir. Səbr etmək, ilahi köməyin yetişməsinə zəmin yaradır. Səbr etmək, köməyin gəlməyinə zəmin yaradır. Baxız, Ali İmran surəsinin 125-ci ayəsi. Biz məsələn Quranı nə qədər oxusaq da hərdən elə ayələr görürük, oradan deyirsən ki, o Quranın möcüzələrindən biri budur da. Nə qədər oxuyursan elə ayə çıxır ki, elə hər dəfə elə ayə çıxır. Yəni dildə bir dəfə yox, elə hər dəfə elə ayə çıxır ki, deyirsən ki, mən bunu niyə görməmişəm Quran-ı Kərimi, bu ayəni necə görməmişəm. Bu Quranın möcüzələrindən 1400 ildir bu proses davam edir. Yəni 1400 dəfə də oxusa Quranı hər dəfə oxuyanda deyir Allahu Əkbər, mən bunu görməmişdim. Baxız ayəyə.
Əlbəttə, əgər səbr edib təqvalı olsanız, düşmənlər də sizə hücum etsələr, şeytan və qeyri-şeytan, nəfs, bunlar hamısı düşməndir. Siz səbirli olsanız, düşmənlər də sizə hücum eləsə, Rəbbimiz nişanlanmış 5000 mələklə sizə yardım edəcək. Adətən bu cür sözləri hədislərdə falan da görürük. Ayədə Rəbbiniz 5000 mələklə sizə kömək eləyəcək. Amma siz səbirli olun sadəcə olaraq. Və yaxud tövsiyə olunmuş əsas məqamlardan biri müsibət qabağında səbirli olmaq. Bəqərə surəsi 155-156. İza əsabətü musibə ayəsində o kəslər ki, onlara bir müsibət baş verdikdə inna lillahi və inna ileyhi raciun deyərlər. Biz Allahdan gəlmişik və Allaha tərəf qayıdacaq. Yəni müsibət məqamında çıxmır, səbirdən çıxmır. Demir, ay Allah, niyə mənim başıma bu boyda bəla açdın? Niyə məsələn övladımı əlimdən aldın? Niyə məsələn ata-anamı öldürdün? Yox, deyirlər inna lillah və inna ileyhi raciun. Allahdan gəlmişik və Allaha tərəf qayıdacaq. Allah nə buyurunda olarsın? Onlara öz Rəbbi tərəfindən məğfirət və rəhmət vardır. Məhz onlar doğru yolda olanlardırlar. Sırf onlar doğru yoldadılar. Onlara müsibət üz verdikdə. Yaxınımdan, mən bir yaxınımın, çox yaxınımın övladı rəhmətə getdi, öldü də qəfil dünyasını dəyişdi. 17 yaşı vardı, səhv etməsəm. Onun anası ağlayırdı, anadır da, başa düşürsünüz, indi ana başqadır. Onun qızı cavanlığına ağlayırdı ki, o ağlayırdı ki, yəni cavan yaşda öldü də, bu cür gün görmədi. Onun digər övladı ona təsəlli verirdi. Bax, mömin ailə budur. Digər övladı təsəlli verdi, deyirdi, sən onun cavanlığını ağlayırsan, bəs Əli Əsğər anasına təsəlli verdi. Yəni, həqiqətən Əhl-i Beyt əleyhimussalamın başına o qədər müsibətlər gəlib, o qədər müsibət. Bizim təsəlli yerimizə çevriliblər həm də. Mərhəmətə baxırsan onlarda, Əhl-i Beytdə mərhəmətə baxır. Bu mövzuda da bizə təsəlli olublar ki, mənim qətlim təsəlli olsun, sənin ölümün müqabilində, sənin müsibətin yumuşalmasında, mənim ölümüm, mənim balalarımın ölümü. Bəs, məsələn, sən oğlun filan cürə dünyasını dəyişdi, bəs İmam Hüseynin o Əli Əkbəri, o tikə-tikə doğrandı. Sən buna səbir eləmişsən, onu fikirləş elə. Bir neçə də Peyğəmbər və Ali Peyğəmbərdən hədis deyək, səbir barədə buyurduqlarına baxaq. İmam Musa Kazım əleyhissalam buyurub, həqiqətən ağıllı insan odur ki, halal neymət onu şükür etməkdən yayındırmaz. Halal neymət. Bu, bir dəfə danışmışdıq da, dünya mövzuları üçün mal, pul çoxaldıqda insan özünü itirir. Başa düşürsünüz, vəziyyəti yaxşıdır, ürəyi də sevinc içindədir. Şad, mal, pul, bunlar çoxaldıqda insan özünü itirir. İmam buyurur ki, ağıllı insan odur ki, halal neymət onu şükür eləməkdən yayındırmaz. Şükür nədir burada? Şükür eləyim, gedim pis işlər görüm, yox. Şükür elə odur da, onun qədrini bilirsən. Onu sənə kim verib, onu bilirsən. Nə üçün verib, onu bilirsən. Və onun istədiyi kimi istifadə etsən, bu olur şükür. Bildiniz şükrün tərifini? Şükür, neymətin kim tərəfindən verildiyini başa düşmək. Şükrün 3 dənə tərifi var, cəmaat. Şükür bu deyil, ay Allah sənə şükür olsun. Bu şükür deyil. Bu dildə olan, bu şükür əməldə olmalıdır. Yəni, neymətin kimin tərəfindən verildiyini bilməlisən. 1. İkinci, nə üçün verib? Onu başa düşməlisən. 3. Onun istədiyi kimi istifadə edirsən. Bu üçünü elədin, olur şükür. Bu üçünü eləməmisənsə, məsələn, naməhləmə baxır, deyir, ilahi, sənə şükür olsun, mənə göz vermirsən. Bu şükürdür? Yox. Bu gözün nəyə görə verildiyini bilmir. Yox, kimin verdiyini başa düşmür. Niyə verdiyini başa düşmür və onun məqsədi uğrunda o gözü istifadə eləmir. Bu şükür deyil. Şükür bu dediyim kimi olur. Bu formada olur. İmam buyurur ki, həqiqətən ağıllı insan odur ki, halal neymət onu şükür etməkdən yayındırmaz və haram onun səbrinə üstün gəlməz. Haram onun səbrinə üstün gəlməz. Düşməz də harama da. Çətinliyi, nümunələr var, insan, Allahu Əkbər. Necə böyük nümunələr var, necə əmanət pul olub, məsələn, nə bilim, Şeyx Ənsari rəhmətullahi aleyh, gəlini ölür, əl atıb götürmür oradan ki, Beytülmalın puludur ki, səhər qaytararam. Şeytan gəlir ki, səhər qaytararsan, birisini qaytararsan, o birisini qaytararsan, götür qız ölür falan filan. Dözür, səhərə qədər dözür, yalvarır Allaha ki, səbir bir. Deyir, yuxuda gördüm şeytanı əlində zəncir, kəndir, ip gedir. Dedim, bu kəndir nədir belə qırılıb? Şeytan deyir ki, Şeyx Ənsarinin boynunu atmışdım gecə ki, onu qop. Çəkim o pula əl atsın, götürsün, o pulu istifadə eləsin, bacarmadım. Qırdı, deyir, zənciri qırdı. Allah da deyir, o gəlinə şəfa verdi. Səbir elədi, səhərə qədər artıq gəlinə Allah şəfa inayət elədi.
Yenə İmam Musa Kazım əleyhissalam Hişama buyurur, ay cəmaat, baxız elə. Deyir, ey Hişam, həqiqətən Loğman oğluna belə dedi, ey oğlum, həqiqət qarşısında təvazökar ol ki, insanların ən ağıllısı olasan. Həqiqət qabağında boynun əyri olsun həmişə. Həqiqət qabağında əyil, həqiqət qabağında dik dayanma, məhv olarsan, aqibətin məhv olar. Ey oğlum, həqiqətən dünya dərin bir dənizdir ki, orada çoxlu insanlar batıb. Sənin bu dənizdə gəmin təqva olsun, o gəminin dayağı iman olsun, yelkəni təvəkkül olsun, idarəçisi ağıl olsun, bələdçisi elm və elm sükanı isə səbr olsun. Bu gəminin sükanın olsun, səbr olsun. Əli əleyhissalatü vesselam buyurur, dünya, zaman, daha doğrusu zaman deyir orada, əd-dəhru deyir, əd-dəhru yovman. Zaman, ruzigar 2 gündür. Biri sənin xeyribədir, düzdür. Bir gün yaxşı yaşayırsan, bir gün pis yaşayırsan. Bir gün qəmli olursan, bir gün şad olursan. Bir gün nə bilim, elə bir dənə kənddə, qəsəbədə, dost əqrəbə içində, qohum əqrəbə içində, elə bir dənə müsibətli, pis hadisə baş verir. Nə bilim, soyuqluqlar, davalar, düşmənçiliklər. Min cür o birisi gün düzəlir ya başqa bir şey olur. Belədir, yaşayış belədir yəni. Hər gün yaxşı olmayacaq, hər gün də pis olmayacaq. Bu belədir, bunu qəbul elə. O deyir, bu da keçər. Hər nə oldu deyilən, bu da keçər. Heç vaxt olmayacaq, hər gün yaxşı olsun. Bu olmayacaq, bunu unut. Heç vaxt hər gün pis olmayacaq. Bir gün yaxşı olacaq, bir gün pis olacaq. Mövla-i Müttəqiyan buyurur ki, dünya zaman 2 gündür. Bir gün əleyhivədir, bir gün xeyrivədir. Bir gün yaxşı olacaq, bir gün pis olacaq. Ardıca buyurur, əgər xeyrivətsə təkəbbürlük eləmə. Özünü itirmə. Əgər əleyhivətsə səbirli ol. Keçəcək. Yəni, hər nə oldu deyilən, bu da keçəcək. Hazır vəziyyətdə ol, səbirli insanın xüsusiyyətidir. Səbirli olduqda deyəcək, bu da keçəcək. Bu xoş gündürsə, bu sabah pis günü var. Pis gün olanda sabah bunun xoş günü var. Hamısında keçəcək desin. İmam buyurur, çünki hər ikisi səndən çəkilib gedəcək. Gör, sən nə qəşəng deyir? Hər ikisi. Bax, gör nə həyat verir, adama həyat verir ki, sən bugün başına bir dənə müsibət gəlib, səbirli ol, düz, sabah qəşəng olacaq. Sabah bir dənə halın yaxşıdır, özü bitirmə. Birisi gün bir dənə başqa şey olur. Ruzigar 2 dənədir, biri yaxşıdır, biri pis. Bir gün xeyri olar, bir gün əleyhi olar. Sən səbri əldən vermə, olacaq möhtəşəm. Sən səbirdən çıxma, hamısına qalib gələcəksən. Bu da keçəcək deyə ömrü başa vuracaqsan. Bir gün yaxşı, bir gün pis. Ağa buyurur ki, səbirli insan mütləq qalib gələr. Yaxşı hadisə baş verəndə də, pis hadisə baş verəndə də, qələbə geciksə belə. Səbirli insan mütləq qalib gələcək, qələbə geciksə belə. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, Allaha itaətin başı səbirdir. Baba, bunlar bayaq danışdığım sözlər, bu hamısı hədisdir. Bunlar hamısı hikmətli kəlamlardır, hikmət sahiblərindən. İmam buyurur ki, Allaha itaətin başı səbir və Allahın razılığını qazanmaqdır. İtaətin formulu 2 dənə düsturdur. Allahın razılığını qazanmaq və səbirli olmaq hacı. Salavatla Peyğəmbərə. Allahümmə səllə alə İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, həqiqətən Allah Teala Rəsulullaha əxlaqi gözəlliklərin kəmalını bəxş edib. Məkarəmül əxlaq deyirlər də, hamısını, bütün hamısının gözəlliyin verib kimə? Peyğəmbər. Ondan əxlaqlısı yoxdur. Bir nəfər rekord vurmaq istəsə ki, mən Peyğəmbərdən əxlaqlı olacağam, 1000 ildə yatsa yuxuda görə bilməz bunu. Mümkün deyil. Ən kamilin verib ona, deyib, innəkə lə'alə xuluqin əzim, əzəmətli əxlaq sahibisən. Sonra nə buyurur amma? İndi mən Peyğəmbər kimi əxlaqlı ola bilmərəm. Mümkündür. Heç kim Peyğəmbər kimi əxlaqlı ola bilməz. Amma nə tapşırıblar bununla yanaşı? Deyiblər, özü Peyğəmbərlə imtihan elə. Belə olmalıdır da, əzizlər. Allah təbarəki və Teala kimin nümunə qərar verməlidir? O şəxsi ki, onun zərrə qədər eybi nöqsanı yoxdur. Və insanlar kimə baxıb özlərini düzəldə bilərlər? O kəsə ki, onun zərrə qədər eybi və nöqsanı yoxdur. Ona baxıb düzələ bilərlər. Başqa variantı yoxdur. Yəni, insan ömründə kumir, ideal qərar versə, məsələn, qeyri əhl-i beyti, qeyri məsumu, qeyri vəhiy sahibini, təbii ki, onda nə qəbahət varsa, gəlib bunda axı peyda olacaq. Bir gün olar. Amma gərək kimi ideal qərar versin, kimi nümunə eləsin. O şəxs ki, onun eybi nöqsanı yoxdur. Lazımsa adamlara da ideal eləməz. Onların nə axirəti var, nə də dünyası var. Bəlkə də dünyaları olar, bəlkə də dünyaları olar. Onun da müəyyən bir həddi var da, dünya nədir ki, onun bədəni iylənəcək, bir gün yoxa çıxacaq.
O adam sən ideal qərar verəcəksən, o bir gün iylənəcək, onun yanında 2 gündən artıq dayana bilməzsən. 2 gün saxla o meyyiti evdə gör nə olar. Adamın ən əzizi, ata olsun, ana olsun, balası ölüb. 2 gün qalsın o evdə. 2 gün bu yayın istisində o bala qalsın evdə. O ana baran ki, ömrünü onun yolunda çürüdü, o onu saxlaya bilməz evində. Allah insan gərək elə şəxsləri ideal eləsin ki, həm dünyasına, həm ahirətinə. Bir dənə hədis oxuyum, söz çəkib danışıram. Buyurur, həqiqətən Allah Taala Rəsulullaha əxlaqi gözəlliklərin kamalını bəxş edib. Özünüzü o sifətlərlə yoxlayın, imtahanu. Yoxlayın o sifətlərlə özünüzü. Əgər bu sifətlər sizdə varsa, Allaha şükr edin və ondan bu sifətlərin artmasını istəyin. İndi sair o sifətlər nədir? Bir yəqin. Buradan başlayır hər şey. Biz gedirik bu bədən üzvlərini düzəltməyə. Bura yaddan çıxır. Təqva hardan başlayır? Təqva ağıldan başlayır. Yəqin olmalıdır adamda. Etiqaddan başlayır. 1. Yəqin. 2. Qənaət. 3. Səbr. 4. Şükür. 5. Həlimlik. 6. Gözəl əxlaq. 7. Səxavət. Əli açıq. 8. Qeyrət. 9. Şücaət. 10. Mürüvvət. Yəni mərdlik. Bunlarla deyir özünüzü imtihan edin. Ayə və hədislərdən bu qədər ki, ayə hədis oxuduq. Nəticə budur ki, hər sahədə səbirli olan heç vaxt uduzmaz. Hər sahədə. Hər sahədə səbirli olan heç vaxt uduzmaz. Heç vaxt. İstər ictimai həyatda, cəmiyyət arasında da, istər fərdi, istər ailə zəminində. Ailə zəminində. O deyir, gedir mollaya, deyir ki, bəs gəlir ərim, ondan sonra məni hər gün çırpır. Ondan sonra bir dua yazdır mənə, heç olmasa mən bir şey eləyim də. Deyir, bir dənə dua yazıb, deyir, ərin gəldi içəri, qoy bunu ağzıva, ondan bərk-bərk sıx. Bərk-bərk sıx, heç nə eləmədə, yəni, yaxşı olacaq. Ondan sonra əri gəlir, 1 gün, 2 gün, 3 gün, 4 gün, 5 gün, 10 gün düzəlib, hər şey yaxşıdır. Ondan gəlir, təzdən mollaya, deyir, Allah səndən razı olsun, mən belə bir şey görməmişdim. Bunu bir dənə də dua yaz, mənim bacımın da problemi var falan var. Deyir, abala, mən orada heç nə yazmamışam, mən bu qoymuşam, sən dişlərimi sıxarsan, dilin çıxmasın bayra. Heç nə deməyəsən, sülh olsun da, sülh olsun. Həqiqətən də bu dili qoruyursan, dili qorudun, uduza bilməzsən, mümkün deyil uduzasan, əgər səbr əhli olasan. Ailədə, küçədə, bayırda, ictimai, fərdi, nə bilim, ailə zəminində, itaət xüsusunda, günahla üzə gələndə, müsibət qabağında, ibadət qabağında, səbirli olan insan ən kamil insan olur. Ən kamil, uduza bilməzsən, səbirli insan uduza bilməz, heç vaxt uduza bilməz. Həmişə öndə olacaq, həmişə. Səbirli insan daxili möhkəmlik və ruhi sakitliyə sahib olar. Bunlar bayaq dediyim hədis və ayələrdən çıxardıram ha. Daxili möhkəmliyə sahib olar. Yenə də deyirəm, hər bir insan səbirli insana çevrilə bilər, hamısı. Bunun üçün məşq və özünü hazırlama lazımdır sadəcə olaraq. Səbr insanın ruhunu gücləndirir, ay möminlər. Ruhun gücü, ruh gücləndi, ət güclənməsə də olar. Bu biz 2 cənbədən var, bir ət var, bir də ruh. Əsas ruhun güclü olmaqdır, deyir, ürəyin güclü olsun. Ha, bunlar etibar ruh deməkdir, bunları nəzərdə tutur. Səbirli insan çətinliklər, əziyyətlər və gözlənilməz itkilər qarşısında narahatlıq və panikaya qapılmaz, özünü itirməz, idarəçiliyin əldən verməz. Bu insana daxili əminamanlıq bəxş edir, daxildən özü-özündə əminamanlıq yaradır. Məşqlə hamı bu dərəcələrə gəlib çata bilir. Səbr əzimli insan yetişdirir. Səbr əzimli, əzimkarlıq mühümdür axı. Əzimkarlıq olmasa hara qeybət satarsan? Nəyə müvəffəq ola bilərik? Hədəf və məqsədlər yolunda maniyələr çıxsa da səbirli insan geri çəkilmir heç vaxt. Düz deyirəm, gedir axır hədəfinə çatır. Bu xüsusiyyət həm dünyəvi uğur, həm də mənəvi yüksəliş üçün vacibdir səbirli olmaq. Mütəal Allah çox mühüm və möhtəşəm bir dənə kəlam buyurur səbirli insanlar üçün. Buyurur ki, həqiqətən səbr edənlərə əcirləri hesabsız veriləcək. Eşitdin sözü? Bu nə qədər adam, nə qədər şey üçün deyilib bu söz? Nə qədər şey üçün deyilib? Əvəzləri hesabsız verilmək. İnsana bir şey verilər, hesabı kitabı var. Məsələn, filan əməli yerinə yetirən Allah filan şey verəcək, filan əməli yerinə filan şey verəcək. Hamısı bir-bir yazılıb da. Amma nə qədər yeri var ki, Allah təbarək və təala deyir ki, buna hesabsız əcr veriləcək.
hesabsız. Zümər surəsi 10-cu ayədir. Həqiqətən səbr edənlərə əcrləri hesabsız veriləcək. Yəni Allah səbr edən bəndəyə xüsusi lütflər bəxş eləyəcək ki, daha onu özü bilir. Səbirli insan əsəbi və qəzəbli olmaz. Başqalarının qüsurlarını dərhal üzünə vurmaz. Mənə aid deyil, mən bilirəm ki, utanmayacaq eləyirəm zarafat mövqeyində. Yəni heç olmasa elə adamlar, bəzi insanlar var axı, yəni ilk tanış olduğu, nə münasibəti dərin olmadığı halda, inanın Allah and içib. Bir insanı rişxənd edə bir adam, bir insanın qüsurunu üzə vura bir adam, Allah and içir. Deyir ki, sənə bu rişxəndi tutunan filan adama, bu rişxəndi, bu qüsuru, bu töhməti sən özünə etdirməyənə qədər səni öldürməyəcəyəm. Sən özünə etdirəcəyəm. Rişxənd tutur, töhmət vurur. Özü qalxır, olur mələk, nə bilim, olur əzəmətli mələk da bundan pakı yoxdur. Danlayır, sən filan belə elədin, sən belə elədin, sən belə elədin. Bir dön, bax, gör, özündə bax da, bir özündə də var bu, tir var, şalban var, falan var. Bir bax, sonra bu xalqı bu cür töhmədir. Sən əlaqə üzündən, bağlılıq üzündən, ürək yananlıq üzündən ki, məsələn, nəsihət verə bilərsən, ürəyin yanar, canın yanar, o başqa. Lakin töhmət vurmaq ki, sən busan, sən bu işi görsən, sən beləsən, yox, bu mömin, bu cür olmaz. Allah deyir ki, mən qədər bunu eləsən, bunu yerinə etirsən, sən dünyadan çıxana qədər bunu etdirəcəyəm sənə, ta eriyib sonra öləsən. Ona görə töhmət vurmaq dinimizdə şiddət. Dinimiz kamil deyir, möhtəş. Harada var bu dindən? Bəli, səbirli insan əsəbi və qəzəbli olmaz. Başqalarının qüsurlarını dərhal üzünə vurmaz. Bu, ailə və cəmiyyət içində sevgi və hörmət qazandırır, səbirli olmaq. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, qələbə səbir vasitəsilədir. Doğrudan da belədir. Qələbə yalnız səbirdədir. Səbir elə görə axırı nə olacaq? Sus, dayan, öz işinlə məşğul ol, Allahın xəttindən çıxma. Sonra görərsən nə olar. Çünki çox vaxt çətinliklər səbirli insan üçün imtihandır. Səbrini qoruyan şəxs nəhayət müvəffəqiyyətə çatır, mütləq. Səbir təkcə çətinliyə dözmək deyil, möminlər, həm də günah qabağında nəfsi cilovlamaqdır. Yəni, səbir insanı günaha düşməkdən qoruyur. Bu isə səbrin ən uca dərəcəsidir. Ən böyük dərəcəsi budur. Bir üstə səbri bölürlər. Ən yuxarı dərəcəsi nədir? Günah qabağında səbirli olmaqdır. Ən böyük dərəcəsi budur. Ki, bu insanı yüksəldir, ən uca məqam və dərəcələrə çatdırır. 2 dənə əsas böyük bəla var. O da qəzəb və şəhvət. Hər ikisinin qabağında yalnız nə dayanacaq? Səbir. İkisi də ən böyük bəladır. Quranda da Allah deyir ki, günah 2 dənə yerdən çıxır. Qəzəb və şəhvətdən çıxır. Günahın çıxma yeri odur ya. İstədiyin günahın, istənilən günaha. Yəni, ağlıva gəlməz ki, bunun qəzəblə nə əlaqəsi var deyərsən, ya şəhvətlə nə əlaqəsi var deyərsən, hamısı incələnir ki, bunun qaynaq yeri oradır, oradan çıxır. Bu pozulub ki, bu baş verib. Ya məsələn, bunun qabağı alınmayıb ki, bu baş verib. Diqqətli olursunuz. Şaha deyir ki, Hacı Heydər əmi. Şaha deyir ki, şah alimə deyir ki, nə qulluq edeyim sənə? Şah da, qulluq da, şahdır da. Günəşə deyir, sən çıxma, mən çıxım, məsələn, ərzən bilsin. Sağdan sola mənimdir, məsələn, şərqdən qəribə. Alimə deyir ki, nə qulluq edeyim sənə? Alim, dünya görmüş adamdır, elmi var, ağlı var, nəfsə əqlinin itaətində o yan bu yana gedir. Deyir, nə kömək eləyə bilərsən mənə, 2 dənə nökərim var, sənə ağondur. Şaha deyir, 2 dənə nökərim var mənim, sənin ağondur. Şah əzəbləşir, bu nə sözdür, aləmin ağası mənə deyirsən, 2 dənə nökərim var, sənin ağondur. Deyir, bəli, mənim də şəhvət o qəzəbim var, sənin də şəhvət qəzəbim var. Mənim şəhvət və qəzəbim mənim nökərimdir, amma sənin ağondur. Mən onların başını tutmuşam, hara istəyən fırladırım. Əleyhissalam demişkən, mən öz şeytanıma iman gətizdirmişəm. Hər kəs üçün ayrılmış bir şeytan var, mən öz şeytanıma iman gətizdirmişəm. Onu mömin eləmişəm hətta belə. Sən qəzəb və şəhvətin ehtirasın sənin ağandır. Onlar hara istəyir səni sürürlər. Sən mənə nə qulluq göstərə bilərsən? Bəs möhtərəm əzizlər, səbir ən mühüm məsələdir. Ona görə Həzrəti Əmirül Möminin və İmam Cəfər Sadiq əleyhissalam buyururlar ki, əs-səbr rəsul mal. Sərmayənin başı nədir? Səbirdir. Səbir olmasa heç nə. İctimai həyat, fərdi həyat, ailəvi, məscid, bayır, bacaq, özün şəxsən, namaz,
namaz. Ay, bir dənə qılır da bana 6 volt ərzəmbi huzur. Hara? Nə olacaq? Niyə sıxılır ürəyin səbirsizlikdən? Nə səbəb olur bunu? Qəşəng qıl, ehtiramlı qıl, gözəl qıl, ləzzətli qıl, formasında qıl, vacib müstəhəblərini əməl elə və s. Hər yerdə nə lazımdır? Səbir lazımdır ki, bu axıracan çatsın. Namazdan ağır əməllər var, həcc. Bilirsən, o yedirlər 8 milyard, gəlirik, həcci, qaçırıq qabağını. Bilirsən, nə qədər səhv edirlər, ilanırsınız. Bizim işimiz də öyle cəmaatın səhvini axtarmağa. Amma birdən zərrəbinlə baxsın, sən nə edirlər orada, nə oyunlardan çıxırlar. Nə daş atmağa, düz daş atırlar, hədəfə vururlar, nə qurbanı fərli başı. Gir içəri, qoyunu kəsdirir. 2 yaşı yoxdur elə. Bu bax ki, nə öyrən. Ondan sonra qoyunu, ya məsələn, ehramda, sözlər, namazı, biz həccə gedəndə cəmaata namazı öyrədirdik. Həccə gedir, kişinin onun namazın sözlərini düz bilmir. Və hələ dilimə gətirə bilmədiyim şeylər var ki, onları bilmir, qaydalarını bilmir. Ona görə hər şeydə, bax, düzgün yerinə yetirməkdən ötürü səbir lazımdır. Səbir olsa, hər şey yaxşı olacaq. Oruç səbir istəyir. Oruç səbir istəyir. Elə içi mən qarışıq, oruc olanda, əsəb bilirsən nə ardı olur. Allah hidayət eləsin. Allahdan istəyirik, ilahi günahlarımıza gələm əfv çək. Bizi bağışlamamış bu dünyadan aparma. Eyiblərimizi dünya və ahirət açma. Qiyamət günü bizimlə mərhəmətindən rəftar elə. Elədiyimiz ibadətlər sənə layiqdir, bizdən qəbul elə. Rəhmət və məğfirət nəzəri üstümüzdən götürmə. İlahi zəmanə imamın səlamət elə. Nazənin qəlbin şad elə. Qulluğuna çatmaq saadətin bizlərə qismət elə. Zuhurun təcil elə. Bismillahirrahmanirrahim. Allahümmə kun li veliyyikəl hüccət ibnil Hasən salavatükə aleyhi və alə abaih fi hâzihis saati və fi kulli saə veliyyən və hafizən və qaidən və nasiran və dəlilən və aynən hətta tuskinəhu ərdəkə tav'a və tüməttiəhu fīhā təvīlə bi rəhmətikə ya ərhəmər rahimin.